Salam. Bugünkü dərsimiz Avrasiyanın iqlimi. Bilirik ki, Avrasiya materiki iki qitəyə bölünür. Avropa və Asiya qitələri. İndi Avropanın iqlimindən danışacağıq. Avropanın iqliminə təsir göstərən əsas amillərdən biri coğrafi mövqeyidir. Sahil xəttlərinin çox girintili, çıxıntılı olmasıdır və qərb küləklərinin təsiridir. Daimi küləklərdən olan qərb küləklərinin təsiridir. Və Avropa subtropik, cənub hissəsi subtropik iqlim qurşağına düşür. Subtropikin Aralıq dənizinə. Mərkəz hissəsi isə mülayim iqlim qurşağına düşür və böyük bir ərazini əhatə edir mülayim iqlim qurşağı. Mülayim iqlim qurşağının dəniz vilayəti və mülayim kontinental vilayətləri əhatə edir. Və Avropanın iqliminə qərb küləklərinin dediyi daimi küləklərin təsiri böyükdür. Və daimi küləklər materikə bol yağıntı verir. Qərb küləklərində dəniz iqlim tipinin formalaşmasına gətirib çıxardır. Və materikin sahil xəttləri girintili, çıxıntılı, yəni çox parçalandığına görə və içərilərə doğru rütubət gətirir. Şimalda isə subarktik iqlim qurşağı əhatə edir. Subarktik iqlim qurşağı yayda mülayim, qışda isə arktik hava kütlələri hakim olur. Və burada şimalda şimali Atlantik və burada Norveç isti cəryanları var. Və bu cəryanların da Avropanın iqliminə müsbət təsir göstərir. Subarktik iqlimdə havanın temperaturunun Asiya və Şimali Amerikanın eyni iqlim qurşaqlarına nisbətən burada havanın daha da mülayimləşməsinə gətirib çıxardır. Asiyanın iqlimi. Asiya geniş bir ərazini əhatə edir. Şimaldan cənuba doğru geniş bir məsafədə uzanır və bu da onun iqliminin daha da mürəkkəbləşməsinə təsir göstərir. Asiyanın iqliminə daimi küləklər yox, mövsümi küləklər, musson küləklərinin böyük təsiri vardır və Asiyanın iqliminə onun relyefinin böyük təsiri vardır. Asiyanın iqlimi, Zond adaları və Malay arxipelaqı, Zond adaları və eyni zamanda Malakka yarımadası ekvatorial iqlim qurşağına düşür. Şri-Lanka adasının ucqar cənub hissəsi ekvatorial iqlim qurşağına düşür. Hindistan, Hindçin yarımadası subekvatoriala düşür. Və Hindistandan sonra gələcək subtropik iqlim qurşağı. Və iki subekvatorialdan sonra subtropik gələcək. İki keçid qurşaqları sərhəddirlər. Həm sərhəddə bunun da səbəbi musson küləklərinin təsiridir. Sonra gələcək mülayim iqlim qurşağı, subarktik və arktik iqlim qurşaqları bir-birini əvəz edir. Tropik qurşaq Avrasiyada tam zolaq əmələ gətirmir. Tar səhrasında qırılır. Bunun da səbəbi cənubdan gələn musson küləkləridir. İqlimin relyefində iqlimə təsiri var. Mərkəz hissədə hündür dağlar yerləşir və bu Himalay dağları mərkəzdən gələn rütubətli havanın, cənubdan gələn rütubətli havanın mərkəz hissələrə daxil olmasına imkan vermir. Ona görə də Himalay dağlarının cənub ətəkləri bol yağıntı alır. Şimal ətəklərində isə yağıntı çox azdır və burada quraq iqlim hakimdir. Deməli, dediyi tropik iqlim qurşağı tam zolaq əmələ gətirmir. Subtropik iqlim qurşaq Avrasiya materikində Aralıq dəniz, kontinental və subtropiki musson iqlim vilayətləridir. Koreya yarımadasının və Yaponiyanın ucqar cənub hissəsi subtropik iqlim qurşağının mussonuna düşür. Sonra gəldi mülayim iqlim qurşağı. Avrasiya materikində mülayim iqlim qurşağı. Deməli, mülayim dəniz vilayəti, mülayim kontinental, kəskin kontinental və mülayim mussonuna düşür. Yaponiyanın şimal hissəsi, Koreya yarımadası, Saxalin adası mülayimin mussonuna düşür. Kamçatka yarımadası isə mülayimin dənizinə düşür. Bunlara mütləq fikir vermək lazımdır.
Sonra gəldi Arktik iqlim qurşağı, şimal hissədə əhatə eləyir və burada adalar və eyni zamanda Avrasiyanın ucqar şimal nöqtəsi düşür Arktik iqlim qurşağına. Bu Avrasiyanın iqlimi. İndi keçirik Şimali Amerikanın iqliminə. Şimali Amerika. Şimali Amerikanın iqliminə onun relyefi təsir göstərir. Ərazinin girinti-çıxıntılı olması təsir göstərir. Şimali Amerika ekvatorial iqlim qurşağından başqa şimal yarımkürəsindəki bütün iqlim qurşaqlarında yerləşir. Bu da eyni zamanda Avrasiya materiki kimi şimaldan cənuba böyük bir məsafədə uzanır. Ucqar cənub hissəsi subekvatorial iqlim qurşağına düşür. Tropik iqlim qurşağı. Florida yarımadası, Yucatan və Antil adaları, eyni zamanda bunlara Mərkəzi Amerika adaları da deyilir. Antil adaları, Böyük Antil adaları tropikin rütubətli dəniz iqlim vilayətinə düşür. Kaliforniya yarımadası isə tropikin səhra iqliminə, yəni quru tropik iqlim qurşağına düşür. Mərkəzi hissədə subtropik gəlir. Eyni zamanda Florida yarımadasının şimal hissəsi subtropikə düşür. Subtropikin Aralıq dənizi, subtropikin kontinentalı və kənarda isə subtropikin musson iqlimidir. Şimalda isə mülayim iqlim qurşaqdır. Mülayim dəniz, mülayim kontinental və mülayimin mussonuna düşür. Və burada mülayim dəniz bax, qərb hissəsində Kordilyer dağları yerləşir və Kordilyer dağları burada Alyaska isti cəryanının və şimali sakit isti cəryanının gətirdiyi bol rütubətin qarşısını alır. Ona görə də materikin mərkəz hissələrinə daxil olmasına icazə vermir və burada Vancouver adası var ki, ora bol yağıntı düşür. Labrador soyuq cəryanı materikin iqliminə təsir göstərir, havanın quraq olmasına gətirib çıxardır və burada Holfstrim isti cəryanı var, Golfstrim də deyirlər, Holfstrimdə isti cəryanı materikin iqliminə bol rütubət gətirir. İsti cəryanlar rütubət gətirir, soyuq cəryanlar isə quraq gətirir. Subarktik iqlim qurşağı və Arktik iqlim qurşağında yerləşir.